Rəşid müəllim Mahmudovdur. Rəşid müəllim, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür. Rəşid müəllim, ilk öncə sizi uzun zamandır efirlərdə görmürük. Yəni biz özümüz də bir neçə dəfə efirə dəvət elədik. Amma bu nə ilə bağlıdır? Artıq son zamanlar belə deyək, müsahibələriniz, efirlərə biraz çıxmırsınız. Səbəb nədir? Bilirsiniz ki, hər bir adamın öz işi var. Mənim də işimdir. Mən kitab yazıram. 3 kitab yazmışam. Ona görə də bilirsən, mən gedə bilmirəm efirlərə. Bu bir əsasad. Bizim fən fiziologiya fənnidir. 3 kitab yazmışam. Fiziologiyadan o şey qalmayıb ki, yazmamış olam. Mükəmməl kitablar. Biri 856 səhvədir. Biri şəkilləndir. İzahlı atlasdır. Atlas var, amma izahlı atlas heç kəs yazmır. Dünyada ilk dəfə olaraq mən yazıram. Sonra bir də normal fiziologiya. Ona görə vaxtım olmur getmək. Bu bir. İkinci də belimdə 2 qrija var. Bəzən ayağım ağrıdır, gedə bilmirəm. Səhhətinizlə bağlı problemlər Səhhətlə bağlı problemlərim var. Bəli. Mən verilişin formatına uyğun olaraq ilk öncə həftə ərzində gündəm olan xəbərləri tamaşaçıların diqqətinə çatdıracağam. Daha sonra həmin və xəbərləri və digər sosial xəbərləri sizinlə müzakirə edəcəyik və sizin həm peşənizə uyğun, həm də bir sosial ictimai xadim kimi həm də sizin fikirlərinizi alacağıq.